Yaxın bir ay içində hansı enerjidə olacaqsan? Nə dəyişikliklər baş verəcək? Gəl buna baxaq. Bu videonu izləyən hazırda hansı enerjidədir, sənlə əlaqədardırsa davam eləyə bilərsən. Bu videonu kimdir izləyən? Birinci kimdir? Çox ədalətli bir insansan. Bu dəqiqə məsafə saxlamısan. Bu dəqiqə kimlənsə konkret olaraq əlaqəni kəsmiş, məsafə saxlamış, körpüləri yandırmış bir insan görürəm. Yaxın bir vaxtlarda. Burada sanki bu körpüləri öz xeyrinə eləmsən, yəni belə deyim sənə. Kimdənsə zərər gördüyünü görürsən, burada ya ilişki ilə əlaqədardır, ya dostluqla, qohumluqla, hər nədirsə, yaxın bir zamanda kimdənsə körpüləri yandırmış, əlaqəni kəsmiş və belə deyim də bir məsələdən, bir durumdan, bir ilişkidən uzaqlaşmış bir insan görürəm, amma bu öz xeyrinədir. Çünki artıq kimdənsə zərər gəldiyini görmüsən, bu ilişkinin sənə doğru olmadığını mı görmüsən, bu durumun mu, bu iş yerinin mi, bu nədirsə bir şeydən uzaqlaşıb yüksəlişə doğru addım atan bir insan görürəm, tamamlanmağa doğru addım atan bir insan görürəm. Gəl buna baxaq. Yaxın bir ay içində hansı yeniliklər olacaq, hansı enerjidə olacaqsan, şəxsi həyatından əlaqədar, hansı enerjidə olacaqsan, sağlamlıqla əlaqədar, maddiyyatla əlaqədar, münasibətin varsa, münasibətlə əlaqədar, yoxdursa, yenə də baxaq nə olacaq və hansı yenilik olacaq. Gəl buna baxaq. Birinci baxaq. Şəxsi həyatından əlaqədar bir ay içində hansı yeniliklər baş verəcək, hansı enerjidə olacaqsan. Sən bu aralar, elə bu yaxın bir ayda yenə də elə bil ki, konkret olaraq özünə qapanmış birini görürəm. Özünə qapanırsan. Özünə qapanırsan, yeni bir enerji gəlir sənə, yeni bir güc gəlir sənə. Bu dəqiqə ola bilsin qışla əlaqədardır, qış ayla əlaqədardır, nədirsə. Elə bir melanxolik bir enerji dəsən. Hələ bu bir ay belə davam eləyəcək, amma bu bir aydan sonra yenilənəcəksən, tamamlanacaqsan. Elə bil ki, burada hansı insan var? İtirdiyi enerjisini, gedən maddi durumdumu, itirdiyi bir şeylərin bir ay içində bərpası baş verəcək və bir ay sonra artıq o şeylər bərpa olacaq. Sadəcə yenə deyirəm, bəli, qorxma, yeni bir enerji gəlir sənə, yeni bir güc gəlir sənə, yeni bir yenilik gəlir sənə. Yəni, yaşadığın bu sıxıntılar, problemlər, bunlar var, amma bir ay içində bunların hər birinin həlli var və sənin uğur qazanacağın bir durum olacaq bu situasiya ilə əlaqədar. Okey, sağlamlıqla əlaqədar bir ay içində olacağın. Yəni, elə bir ciddi bir səhhətində sıxıntı falan görmürəm şükür. Yəni, stabil, normal bir enerji də görürəm. Hətta belə deyim də, müalicə aldığın, nə ilənsə əlaqədar müalicə alırsansa, onunla da əlaqədar o məsələni bitirsən, hansısa bir xəstəlik varsa da onu həll eləyirsən və ya səhhətinə bərpa eləyirsən. Yəni, kontrol altına alırsan. Tutaq ki, hansısa bir səhhətində sıxıntı varsa, onunla əlaqədar narahatsansa, gedişatınla əlaqədar öz kontrolun altına alacaqsan o durumu. Bundan narahat olma. Və hansısa bir xəstəlikdirmi, ciddi fəsadı varsa, ciddi fəsadından qorxursansa, o fəsad səndən uzaqlaşıb gedəcək. Bu var. Maddiyyatla əlaqədar nə görürəm? Maddiyyatla əlaqədar burada konkret kartlar sənə deyir ki, maddiyyatını gizli tut. Maddiyyatını gizli tut, ekonom rejimə keç. Çünki əlində nə saxlayırsansa, yaxın vaxtlarda artacaq və maddi uğur gəlir, maddiyyat gəlir sənə. Yəni, bu dəqiqə artıq xərclər etmirsən, əlində nə isə saxlayırsan və o sənə daha da çox geri dönüş eləyəcək. Burada kimdənsə pul ala bilmirsənsə də ondan da pul alacaqsan. Gözlədiyin bir yerdən pul varsa, vermirsə, o da gələcək o pul. Gəl baxaq, sevgi ilə əlaqədar nə gəlir? Həyatla sevgi ilə əlaqədar. Sevgi ilə əlaqədar tamamlanma gəlir. Yəni, hazırda əgər münasibətində, belə deyim də, duyğusal cəhətdən, əgər hazırda münasibətin varsa, tutaq ki, duyğusal cəhətdən qarşılıq almadığını görürsənsə, qarşılıq alacaqsan. Gəl belə baxaq, daha da aydınlaşdıraq. Münasibəti olmayanlar, bu yaxın bir ay ərzində sevgi ilə əlaqədar hansı enerji gəlir, nə olacaq? Münasibəti olmayanlar.
Münasibəti olmayanlar anidən yeni bir tanışlıq fikri gələcək sənə, yeni bir tanışlıq təklifi gələcək, amma sən uzaqlaşdıracaqsan. Bir insan olacaq, o enerji cəhətdənmi, maddi cəhətdənmi, status cəhətdənmi səndən daha belə deyim də gənc ola bilər, səndən daha statusca daha zəif ola bilər, maddi durumda hər nədirsə, yəni və yaxud da ki, səni daşıya biləcək biri deyil. Sadəcə addım atacaq, təklif verəcək və sən də o insanı uzaqlaşdıracaqsan. Yəni uzaqlaşdırıb kənardan da izləyə bilərsən, amma sənin məsələn odur ki, uzaqlaşdırıb elə uzaq tutacaqsan və doğruda eləyəcəksən. Yaxşı, münasibəti olan insanlar bir ay ərzində nə hansı enerjidə olacaq? Münasibətin varsa bir ay ərzində münasibətin hansı enerjidə olacaq? Münasibətin bir ay ərzində stabil bir enerjidə olacaq. Biraz belə deyim də, bir müddət yenə stabilliyin pozulduğunu görə bilərsən, duyğuların qarışıq ola bilər. Zaten sən daima hər kəsi, hər şeyi sorğuya alan, şübhəyə alan insansan. Qarşındakı insanla həll edə bilmədiyin bir məsələ varsa, o həll olacaq və sənin xeyrinə həll olacaq. Yəni ola bilsin nə iləsə güvən problemi yaşayırsansa, bunu həll eləyəcəksən, nə isə ədalətsiz bir durum yaşadığını düşünürsənsə və yaxud da ki, alma-vermə dengesini münasibətinizdə qorunmadığını düşünürsənsə, o insandan qarşılıqlı diqqət alacaqsan. Yəni prosta sən duyğusal olaraq biraz fikirləri qarışan insansan. Yəni qarşındakı insanı da daima sorğuya, suala, şübhəyə salan insansan. Okey. Yenilik nə gəlir həyatına? Bir ay ərzində yenilik nə gəlir həyatına? Yenilik burada bolluq, bərəkət gəlir həyatına. Maddi cəhətdən yeni bir maddiyyat kanalı mı, yeni bir iş qurmaq istəyirsənmi, odur mu? Yenilik gəlir. Sadəcə işin əsas planı nədir? Gizli tutmalısan. Gizli tutmalısan hər bir şeyini ətrafından, ətrafındakı insanlardan gizli tutmalısan və yüksəliş gəlir. Yüksəliş gəlir həyatına, yeni bir başlanğıc, yüksəliş. Aldım, qəbul edilməyəs, ətrafı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.